بسم الله الرحمن الرحیم و بهی نستعین. لا حول ولا قوة الا بالله العلی العظیم. رب اشرح لی صدری و یسر لی امری واحلل عقدة من لسانی یفقهوا قولی. çok memnun ki teşrif etmişsiniz. پیش عید نیمه شعبان دا تبریک عرض رو درس قرآن'da yetişmişik sure Tahrim'e. Şimdi آخرین sure söz 28. Arızdaki sözler şimdi qutulur. İnşallah sözü بعدیه که تهیه بساخ آیت چنده پرا زحمت فرو ثبت نامler تقدیم الاختماس. سوره چخیروخ adı سوره تحریم'di. سورة تحریم. تحریم یعنی حرام eleme. Bu sure چی مدنی سوره دی. البته اغلب bu sureler چی bu قسمت اوخیدوخ مدینه نازل oldu. بحث مربوط تو زندگی خصوصی پیامبر اسلام. کتاب آسمانی قرآن'da زندگی خصوصی پیامبر اسلام به مناسبت‌تری مطرح olub تا بقیه درس olsun. Ulğud peyğəmbər və bir də bu ki biz bilək peyğəmbərlər nə mükafat seçiblər, nə müşkilata mütəmin olublar, nə qədər enerji qoyublar, canına maya qoyublar ki ta bu kitabı bizə yetiyərlər, din pabərcə olur. اصطلاحاً به قول فاصله دیو که به همین راحتی و آسانی نبوده و نیست که معارف علم، آگاهی، دین جله و جماعتنا نید شد. çoxlu şəhidlər, mücahidlər, alimlər, zəhmətkeşlər, ənbiyalar zəhmət çəkiblər, candan maya qoyublar, asayişlərin hədiyyə ediblər, ta bu din bizim gəlib əlimizə yetişir. Çox gərənbəha və pərhəzinə bir işimiş. بارها عرض eləmişik که از دیدگاه قرآن بحث ازدواجda اصل تکمسریdir. Allah buyurur ki aslı budur ki elə hər kişinin bir dənə xanımısı ola, hər xanımın bir dənə ağası ola, o cür ba həm olalar. Aslı budur. Ama Kur'an ve Allah o cür dogma değil, dogmatist derler ki به اصطلاح تغییر ناپذیر olarlar. بلکه با توجه به شرایط Allah özü də nəzərin dəyişər. Barha izləmiş ki Allah iradəsini də dəyişər. Yani bu cürdür ki Allah'ın iki növ iradesi var. İrade gayri kabile təğyir, irade kabile təğyir. Allah da sözün dəyişər. Özü bu kitab asmanda buyurub ki biz bir sözü deyərik ki yox filan zaman filan söz demişik ona xət çəkin, onun yeni ayrı bir söz. با توجه به شرایط قرآن'da احکام'da dəyişilər. O cür به اصطلاح نجی دیاخ که ثابت ola, لا يتغیر ola o cürdəyir. Hala deyirik ki Allah özü də buyurur ki hər qəlbidə bir nəfərə yer var.
bu قلب انسان که اساسا روح انسان ها bu قلب ماهیچه yok. روح انسان o cüdə ki واقعا پذیرای ki vücud ola. Olmaz. Allah diyor olmaz. Hər kəsin covfundakı bir dənə qəlb, o qəlbdə bir nəfər yer var. Amma beləxərə zərurət icab edir ki, orada bir yer də açılsın arasına. Zərurət icab edir. ناچارن به مشکلات جلیقه که برای چون مشکلات حل olsun İslam icazə verib ki xanım 2 dənə olsun, 3 dənə olsun, 4 dənə olsun. Amma söymüyor 4 dənəliyə, vəli naçarə. Sabıqda da ki bu fəravanmış. Kur'an-ı əvaxirdə Sure Nisa'da dəstur gəlib ki, da bundan və Peyğəmbər də dəstur gəlib ki, da 4 dənədən artıq olmaz. Əgər indiyəcə əlbəttə 4 dənədən çox olub, o qalsın, vəli bundan belə olmasın. Peyğəmbər İslamın da ki, müşkilatı çoxmuş, az cümlə müşkilatından da buyurmuş ki, جامعه مجبور olurdu به ازدواج‌های متعدد. O ازدواجlarda Allah باعث olurdu. Fəqət izdivac əvvəldə bir söhbət var ki, aya ona da باعث müstəqimən Allah deyə xeyr. Bərdاشtlar mütəfavitdir. Bəndən də özümün bərdاشtım budur ki, əvvəlin izdivac Peyğəmbər ki, Həzrət Xədicə ilə ittifaq düşüb, o da be dəstur Allah. Yəni Allahın işidir. Adi bir izdivacda, izdivac qeyri-mütarəfdə, adam o izdivacı bərrəs eləyəndə. Yəni Allahın əli varmış o izdivacda da. Demək olar o əvvəl izdivacda da və bəqiyə izdivacay Peyğəmbər də əğləbi siyasi izdivacdır. İzdivacay siyasi. Və siyasətin də ki, مثل پای سیاست که در میان باشد بعضی‌ها اله اصول جایز olar, halal olar. اون وقت ممکنه بعضی افراد da قربانی olar. مثلا bir mورد yadımdan çıxmamış arz eləyəm, siyasət باعث olar bəzi qurbanı olar insanlar. Mesela Peyğəmbər İslamın Kur'an sərihən buyurub ki, Peyğəmbər İslam vəfat eləsə, به خاطر احترام Peyğəmbər və به خاطر məsələ siyasi, Peyğəmbərin xanımlarının haqqı izdivacı yoxdur. Haqqı izdivac oradan kəsilir. Yəni o xanımlar qurbanı olurlar. Mümkün cavan olurlar, istəyəc yaşaya, əhliyat sahib olar, amma qədəğəndir. Kur'an qadağan edib. Niyə? Təkrar edəcəm, به خاطر مسائل siyasi. Kafidir ki, bir nəfər Peyğəmbər ilə famil ola, mərkəz qüdrətə yaxınlaşa və başlaya siyasi karlığa və məmləkətin bir tərəfinə də sahib çıxa. O bəhs azadələr eşidirsiniz də, hər kəsi mərkəz qüdrətə yaxındır, nə məsələn istəsələr, bəzi gözü su istifadə edirlər. O ilə həmişə var, ta dünyaz pabərcaz. Hər yerdə də var, elə indi o Trump'ın da deyil, o damadı bəzi işlər görüb və görür də. Məsələn, Trump'ın deyirlər, intiqab olmanda o damadın Ruslarla irtibatı varmış. Ruslar pulu xərcləyiblər ta Trump çıxsın. İndi hala nəticə nə olub işim? Hala biz dəqiqən bilmiyoruz. O da qüvvə qəzaya işləyir, amma feylən qüdrət olanlarında da hələ feylən bir şey əmirlər. Mümkün ki, sabah Trump gedəndən sonra məsələn olayda bir müşkiləyərlə. Həmişə bu cürdür. Yeki az razıhایی که Peyğəmbərin xanımları orada qurbanı olur به خاطر مصلحت اجتماع، مصلحت اسلام ki برایش جامعه بد کافی به طور طبیعی تشدد ناراضیlik var. Bu افراد da çiçəklər
damat olarlar. O vaxt iddia eləyirlər ki, Peyğəmbər xanımısı məndədir. Məsələn, o Peyğəmbər xanımısına da fişar gətirər, neyniyə ki, gələ iddia eləyər, Peyğəmbər filan hədisi də buyura. Nə qədər də hədis çıxıb da. Bir qruhun nəfinə bir hədis deyərlər, ta onlar da gələrlər, bir-birinin canına düşərlər, dünya dəyər bir-birinə. Əlbəttə, bir də bir ehtiram xod Peyğəmbər. Bunun nə üçün əzələ? Bu bir dənə misaldır, nimunədir, bunlardan çoxdur ki, pay siyasət در میان باشد bir dənə mənafəyə və o mənafə dünyəvilə xətərə düşür. Bu olur. Yox, məsələn, bir ari murd. Quran buyurub ki, qəblən oxumuşuq elə bu cələsədə, 2-ci murd ərz eləyəm. Ki, əgər Peyğəmbərin xanımları murtəkibi xəta olsa, Sure Əhzabdadır. Olan kötə do bərabər. Niye? Be خاطر مسائل siyasi. Çün əgər Peyğəmbər xanımsı bir təxəllüf eləsə, Peyğəmbər təzrif olar. İçərdən bəstə elə bir ki, ağacı içərisindən qut girdi. Deyərlər, məsələn, hələ bu nə Peyğəmbərdir ki, hələ öz xanımsının qabağını saxlayanmır. Onda xanımsı da təxəllüf eləyir. Ona ki, Allah möhkəm orada dayanıb ki, təxəllüf eləsə, do bərabər kötə var. Hərçənd ki, sonra buyurub ki, paydaşlar da do bərabərdir. Ta bəlkə onlar bir iş görsünlər, vaqam Allah da paydaş verir ki, Peyğəmbərin etibarın yenilməsinə şah. Xod Peyğəmbər özü qurbani siyasət olub. Siyasət məcburidir ki, Peyğəmbər təm versin izdivacay mütəddidə. Onlar ki, 2 dənə xanımları yoxdur, 3 dənə xanımları yoxdur, 4 dənə xanımları yoxdur. Onlar, məsələn, gahdan mümkün həvəs edirlər, kaş adamın 2 dənə xanımsı olar. Əlbəttə, camiə ilə camiə də fərq elər. Məsələn, məntəqə ilə məntəqə, indi bəzi də adət elərlər, elə müşkil yaranmaz. Amma vaqəən o cür adət olmasa, o fərdir ki, 2 dənə xanımsı var, bətər giriftardır. Vaqəən giriftardır. İndi 3 dənə olsa giriftarsılığı, nə qədər çox olduqda giriftarsılığı çoxdur. Aramışı, asayişi olmaz. Məgər ki, bircə olar ki, bir doğru zaman olar ki, da o cür istiqlal, nemidirəm, ərzişgüzari, bu cür məsələ olmuyor. Vəli İslamda da o şəkildə edəcək. Beləxərə bir haqqı hüquqi var. Adam istəyə əfradın haqqı hüququnu verə, kamilə yetiyə bilməyəcək. Bənabərin, əql-i salim, məntiq deyir ki, əsl var təkəmsəriz. Amma zərurət icab eləsənə. Məsələn, zərurət nə icab eləyir? Fərzi buyurun ki, misal ərz eləyəm. Əvvəl xanımsı bardar olmur. Olanda imkanatlar var, sərvətlər var, biləxərə istədə nəslə idamət olsun. Neynəsinlər? Kişi də, məsələn, təmayülü var ki, oğladı olsun. Neynəsin? O əvvəlki xanımı boşalsın, ikincisini alsın. O xanım boşansa nəzir olacaq? Aya rahat yaşayacaq? Ya müşkilat çox olacaq? Təcrübə bəşəri nişan verir ki, qalıb o camiyə əgər bir təmin ictimai var, dövlət sahib çıxıb, imkanat var, o xanımı ki, mütəlləqə olur, o kesin bir asası yetişsin, ya camiədə bir seri əfradi var ki, onunla dubara izdivac eləyərlər, onun şəxsiyyəti xord olmuyor. Əgər o cür olsa, fəbəhəl murad. Amma olmasa nə? Elə bir ki, təcrübə bəşəri nişan verib ki, behtər budur ki, bir təvafuqla, elə o da xanımlığında qalsın, bir ikinci xanımdan da istifadə olsun ki, o nəs idamət olsun. Ya ki, məsələn, kişi ki, müşkillə müvacih olsa, xanıma həqqə təlaq verirlər, onda, əgər xanım müşkillə müvacih olsa, kişinin həqqə təlağı var. Bir də mərizçiliklər var, naxoşluqlar var, narasalıqlar var ki, idame zindegini ya tolidi nəsli müşkillə müvazə eləyir. Yine də orada neyniyə bir dənə xanım mərizdir, indi təsadüfdə qətl nuxa olub, ya bir ali bir müşkilatı var da bu da istəmiyik deyək.
neyləsin? Onu veriləsinlər. Çün mərissən xoş gəldi. Xanım, mərissən xoş gəldi. Gedə varisini taba. Ya xanım, bu nə olar? Mərizdir da. Mərizdir. Gəl neynəyəsən? Gəl nigəhdar eləyəsən, gəl yetişəsən. Xob, indi bir eləmə olar ki, onu təlaq verəsən. İcazəyə təlaq var, amma aya təlaq behtərdir. Ya o məriz xanımla muvazibət eləyəsən, o bir təvafuqla, bir müdiriyyətlə, bir müşkildir da gəl tapıldı. Bir ayrı xanım da olsa orada, ta zindicanlıq idamə peyda konur. Bu məvariddə mən sarsam çoxdur. Yəni ki, cəngirlərdə, biləxərə ağalar, mücahidlər, şəhid olurlar və xanımlar bir sərpərəst qalır, dövlət də yox, ocu bunyadı şəhid yox, bunyadı canbazan yox, nə mənə yox. İndi olan xanavadası qalır. O şəhidin mümkündür, qoca nənəsi, qoca dədəsi, yətimi, xanımsı qalır. Ola nə olsun? Onu əlbəttə eləyə bilərlər, ba təvəccüh bu mövqeyyət istima bizi müdiriyyət eləyərlər. Yeki az rahhay müdiriyyət izdivacdır. Ya bəzən görürsünüz ki, izdivac baisi ittihad, ittifaq olur, cəngilən qabaq alınır. Bir məmləkət, o birisi məmləkətlə bir nəfər vəsətdə bir qız irətdü bədəl olanda, bir izdivac olanda, famillər kimi, xanavadə kimi məmləkətlər bir-birlə dost olurlar, famil olurlar. Cəng, xunrizin qabaq alınır. İttihad, ittifaq tapılır. Bunlar qəbləndə barı hərz eləmiş o. Bərayin ki, bu cür təhacümün qabaq alınsın, ittihad olsun, ittifaq olsun, izdivac behtərin vəsiləymiş o zamanlar. İndi ayrı bir məsail var. İndi də duymuyor, məsələn, bu da adətli ruhani deyək ki, biz bərayin ki, İraqla müttəhid olaq ki, oradan da bir izdivac eləyək. İndi ayrı məsələ siyasi, iqtisadi, o qədər mədxəliyyəti var da, o məfhumu yoxdur. Amma sabiq bu cüdəldir. Şah-ı qəbli İran gözü ki, Misridən bir dənə xanım almışdılar. Pəhləvinin gəlinlərinin biri Misrili idi. Niyə? Onun razı var idi. Məyə İranda xanım qəhdi idi. Hala bir dənə ərəbinə bu ağay pəhləvi ki, farsdır, nəci danışacaq, nəci eşqi vərz eləyəcək. Təsəvvür eləyir. Məsələn, başdan qoysalar bir mütəkkə, nəci danışacaqlar. O da gəl bir dənə mütərcim olar. O zindecanlıq deyil çox. Amma به خاطر مسائل siyasi ki o izdivacla انجام tapır. Heç bir-birinin dilini də bilmirlər. Da otağı havada mütərzim olmaz ki. Amma olur. Ona görə Peyğəmbər İslamın neçə dənə xanımısı var idi. Fəravan idi. Sünnilər 14 dənə yazıblar, 15 dənə yazıblar. Təşəyyüdə qalib ixtilaf nəzər var, 9 dənə də yazıblar. Məsələn, Əllamə Təbatavəy Peyğəmbərin xanımdan 9 dənə yazıb. Amma ayrı mühəqqqiqlər 14 dənə, 15 dənə yazıblar. Ki, bunlar hamısı Peyğəmbərə giriftarçılıqdır. Ki, mən deməyəm, hamısı bəli əqləbi siyasidir. Yəni, təsəvvür edin, Peyğəmbərin xanımlarının biri Ömərin qızıdır. Biri Əbu Bəşrin qızıdır. Biri Rumludur. Mariye Qebti. Qebt həmən xanımda Ecəbtidir. Misri'dən Qebti'dən Misri'dən. Mariye Qebti'liydi. Mariye. Misri'dən yapmış. Misri'dən yapmış. Mən də o çiləcəm də. Rum buyur. Rumludur da, Misri deyəcəm. Ben Rum buyur. Yox, Misri deyəcəm. Bir ayrısı da Rumdan gəlmişdir. Peyğəmbərin də xanımlarının bir elə bir Rumludur, əlavə vermiş. Xob, bunlar به خاطر bu ki, müşkilat-ı ictimai və siyasi Peyğəmbər bir miqdar həll olsun. Və biri də ki, o fərzəndxandasının xanımsı idi Zeynəb, əmmə qızı idi ki, onu dastan bir də mətrə eləmişəm neçə dəfə. Ki, bir əşrafzadə idi və Peyğəmbər onu aldı oğluna və sonra
yola getmədilər. Müşkilət gəldi qabağa, o mütəlləqə oldu. Dünyaya beslə o xanavada dərdi bibinə. Allah dəstur verdi ki, sən gəl bu xanımla izdivac eləyəsən. Allah dəstur verib. Zəvvəcnəkəha suri Əhzabdadır. Allah bu ki, biz sənə, bu xanımı sənə alıyor. Xoş. İndi Peyğəmbər də bir adam deyir ki, məsələn, sürtüyor yuxudan, gedə məsələn, dəftəri karına, ya məsələn, bir hicrəsi ola, bir ticarətxanası ola, orada işlə yetişər gəlir. Peyğəmbər Cəbrailə irtibatdadır, vəhy gəlir, cənglər var, bir dəfə ərz eləmişəm, hüdudan 128 dənə cəng. Peyğəmbər o 9 ildə, 8 ildə müdiriyyət eləyir. Bu xanımlar da hamısı Mədinədə ittifaq, bir Məkkədə, bəqiyyəsi Mədinədə ittifaq düşür. Peyğəmbər başı bətər şuluq. Bu tərəfdən də məcbur, mən yəqin bu ki, məcburdur. Məcbur və izdivacaya mütəəddid olur. Və qəblən də əzləmişəm, bu xanımdan bəhsi cavandır, misli Ayşə, elə ya bu Zeynəb. Bəhsi də çox musinlidir. O ad musinlidir ki, o xanımların kiçik oğlu Peyğəmbərdən böyükdür. Təsəvvür edin, Peyğəmbər bir də xanım alır. Ki, o xanımın məsələn 5 dənə, 6 dənə oğlu var, kiçiyi Peyğəmbərdən böyükdür. O vaxt şöyle nə mükafat. İndi Peyğəmbər İslam zahir qəziyyə budur ki, o xanımların birine bir sirridir. O xanımların biri ki, bu sirri Peyğəmbərdən alır, gedir, Peyğəmbər o birisi xanımısına ki, onlar dostumuşlar deyirlər. Bunlar ki, həva olurlar, günü olurlar, mümkündür ki, hamısı bir-birinə düşmək olar. Belə mümkündür ki, ikisi dost olurlar, o birisinin əleyhinə. Sülh oxumuşlar, elə bir ki, Peyğəmbər xanımların ikisi Quranın deyişiyindən bunu çıxır, dostumuşlar. Üçüncü xanıma raci bir totə edirlər. Peyğəmbərdə vaxt yox, gələ bunlar işlə yetişər. Hətta müşkilat yaranır. Peyğəmbər burada təsmim tutur ki, müvəqqətən özü məhrum eləsin. Allah ki, mütəvəssül olur ki, Peyğəmbər özün məhrum eləyib bir dənə nemətdən, bir həlal işdən, Allah deyir ki, olmaz. Bu arada meydan oluyor Allah. Ki, xeyr, sən məhrum eləmə özümü. Peyğəmbər and etsin ki, özümü məhrum eləyəcəm. Allah deyir, olmaz. Ki, andı sındırasan. Munda, qanun da qəblən qanun keçirib ki, hər kim and etsə, o andı sındırsa, gəl kəffarə verə. Peyğəmbəri Allah məcbur edir ki, geçsin kəffarə versin, kəffarə nə mənədə bir dənə bərdəni azad eləyəcək. Bir bərdəni azad edir, ta o andın sındırsın. Bu miqdar, bu kolliqu idi. Amma müfəssirlər, tarixdə, hər kəsin zehninə nə mənə gəlib, bunlar yazıblar. Məşhur tərini, əqləbatanı, odur ki, mən bu cüzbəmizdə intiqab edib yazmışam ki, Peyğəmbərin xanımlarının biri dərvaqə gəlini hesablanıydı. Zeynəb bint-i Cəhş Peyğəmbərin əmmə qızı idi ki, Peyğəmbər onu o oğulluğuna aldı, sonra o boşandı, qaldı. İndi Peyğəmbər bundan istəyir izdivac eləsin. Ayə də gəb ki, izdivac eləyəsən. Peyğəmbər də oturub fikirləşir ki, indi cəmaət nə deyə, neyniyəcək? Burada eyb tələqqi olur. Onlar, Allah o tərəfdən deyir, gərək bunu alasan. Peyğəmbər də gir eləyib, sonra bunun xanımlarının birinə deyir ki, neyniyək? Məsələn, nəzərlə Türkiyə bilən, məsələn, izdivac eləsə, Allah deyir, izdivac elə, məsələn, o xanımla irtibat olmasın. Belə gəlir nəzərə. Eyb yox. Allah deyib, Allah, amma irtibat olmaz. Məşhur əqləbatanı budur.
o xanım da bu sirri alır, gedir o birisine deyir ki, məsələn, Peyğəmbər bir izdivac edəcək, amma heç onu saymayacaq, məsələn, ona irtibat olmayacaq. Peyğəmbər dalıca bir totə edirlər. Allah da ki, bunu bilir, Peyğəmbərə deyir, sən bu xanım var, ha, ki, bu sirridir. Özdə Peyğəmbər ona deyir ki, heç də demə, ha. O da deyir, başı üstə, amma gedir, deyir. Peyğəmbər evində bu cür bir mühazirə yaranır. Peyğəmbər də təslim tutdu. Məsələn, əslən ki, bu xanımla heç danışdırmasın. İndi ki, bu cür oldu, mən heç xanımlarla məsələn danışdırmayacaq. Allah dəstur verir ki, niyə? O iştibah edib, sən niyə Peyğəmbər xanımlarla danışmıyorsan? Sən hər Allah ona get danış. Get, bu andı sındır və xanımlarla danış. Özü, məsələn, həram eləmə həlalları var. Surən adı ki, təhrimdir. Yəni, Peyğəmbər həram eləyib xanımlara ilə irtibatın. Allah da deyir, boş gün. Ayrı bir sözlər də var, cüzbəmizi yazmışıq. Deyirlər ki, Peyğəmbərin xanımlarının bir elə məşhurdur o Zeynəb. Ona, məsələn, o famillər bal gətirmiş, yaxçı bal. Peyğəmbər də tarixdə var ki, balı söyərmiş. O xanımın da növbət olanda Peyğəmbərə qəşəng bal şərbəti verərmiş. O bal da müəttər balmış. Peyğəmbər o balı ki, istifadə edib, xub sabahsı, ya həman gün məsələn, sübhaydan xudafisi eləyəndə gəlib o biz xanımısı ilə danışanda o xanım ehsas edib ki, bu cür qəşəng müəttər iyi gəlir. Bir də Peyğəmbər özü daim müəttərmiş. Amma xası cəlib bir ətr iyi gəlir və istəyir Peyğəmbər əziyyət eləsin və o xanımı təhqir eləsin, deyib ki, səndən məsələn nəfsi gəlir. Məsələn, bu iylərdən deyək da, məsələn, fərz indi bu çəsb-i razi da bir iyi var da, fərz edeyim. Daha iyi deməyəm. Orada cüzbədə yazmışam. Orada bir səmxı varmış onu. Məsələn, çəsb-i razi gəlirsən. Peyğəmbər deyib, baba, mən çəsb-i razi ilə nə işim var məsələn? Mən bal yemişəm. Deyir, yox, yorası, bizə faslardır. Deyir, yox, indi mən orada bal yemişəm, bu balın idi. Nə konə, mən mütəəssir olmamışam, o bal da bu iyi varmış. İndi ki, bu narahat elədi, da vallah, billah da o balda yemərəm. Bu elənki bir şey də yazıblar. Bu xanım da gəlir, o birisi xanıma deyir. Bunlar öz aralarında deyirlər ki, yaxçı oldu. Mən bu cür dedim, da bu cib o birisi Zeynəbin balı yeməyəcək. O Zeynəb təhqir olacaq. İşələm, roşan da mən əziyyəz edir. Onlar söylenirlər, Allah da Peyğəmbərə xəbər verir ki, sən bu xanımdan bu cür tövtə edirlər. Yalandan deyiblər bu sözü, ki, səndən pisi gəlir. Ta bəlkə sən o xanım ki, biz sənə onu almışıq Zeynəbi, da ki, o balın yeməyəsən. Xod be xod Zeynəb gözdən düşə narahat ola deyə, mən neynəmişəm ki, Rasulullah mən balımı yeməyim. Nə xeyr, iştibah edirlər ki, o xanıma deyilən bu qələt də eləməyin, bu tövtə eləməyin, sən də get andu sındıyla o baldan yi, amma bir dənə də bərdazad eləyəsən. Bunda Peyğəmbər də deyib ki, mən məsələn da vallah yeməyəcəyəm, sonra deyib ki, indi mən yeməsəm bu baldan, məsələn, cəmaat belə fikirlər ki, bal yemək, məsələn, həramdır, qələtdir. Da cəmaat iş bal yeməkdən dəl çəkərlər. Allah, neynəyək, neynəməyək? Giriftarmış. Allah ki, qanın ayasına deyib ki, bu işi qışdır. Belənci bir işlər, çoxlu məsaili var, ha? Mən müxtəsər nəzir elədim. Və əlbəttə, mənə o ki, mühimmidir, bilər ki, Peyğəmbər İslam o əzəmətdən mənəvi insan giriftar nəzir, xanəzənəçi işlərə. Bir var ki, o tərəfdən Rumlular həmd eləyib. Əhzab həmd eləyib. Onlara o cür giriftardır. Bir var, ev içində Peyğəmbər bu cür tikan başında giriftardır. Xob, bu miqdar bəsdir, vaxtımız azdır, gedək mətni, Qur'anı ayələ yoxuyaq. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhən nəbiyyü. Ey Peyğəmbər. Lemə, lemadır da. Lemə niyə? Beçə dəlil. Tuhərremu.
haram eləsən, o zadı ki, da deməyib nə mənə, indi baldır, xanımdır, danışmaqdır, yeməkdir, içməkdir, deməyib o. O şeyi ki, əhəllallahu ləki, Allah sənə həlal eləyib. Allah sənə həlal eləyib, sən də gəlsən özün haram eləsən. Niyə? Təbtəği axtarıysan, mərzatə əzvazı ki, istən xanımları razı salasan. Elə məsələn, zahiri qəzəb ki, Peyğəmbər bələnç xanımdan razı salsın, bu işi görüb. Vəllahu qəfurur rəhim. Allah qəfurur rəhimdir. Elə bir də neçədən iştibah olub, sən də iştibah eləyibsən. Nəbayət bunu təhrim eləyidin. O xanımlar da ki, səni əziyyət eləyiblər, onlar bərə ki, rizayətən cəlb eləyəsən, o and içibsən, və o helal özü haram eləyibsən, bunlar hamısı iradlıdır. Vəli Allah da bəşliydi, günahlarınızdan keçdi, ona bir rah həll qoydu. O xanımlar tövbə eləsin, sən tövbə elə. Biləxərə bu işi bizi həlli fəsl eləyin, qələt, qanun, camiədə qalmasın. Sonra Allah buyur ki, qəd fərəzəllahu ləkum. Allah sizə icazə verib. Fərəzə bəzidə be məniyə vacibdir. Fərəzədən sonra, əgər bu əli kimi yazaq, əla gəlsə, yəni vəcəbə. Fərəzə əla, yəni vacib elədir. Amma fərəzədən sonra lə gəlsə, yəni icazə verdi. Bu da icazə mənasındadır. Fərəzə Allah lə. Fərəzə lə, yəni icazə veribdir. Allah icazə verir sizə təhillətə əymanikum. Təhillə yəni sındırmaq, əyman yəni soğucəndilə, andılarınızı sındırasınız. Sən and içibsən, and ol Allaha, da mən bacımı danışdırmayacağım. And ol Allaha, xanımımı danışdırmayacağım. Burada, bu bir dənə qələt andıdır, amma and içibsən, sənə qazi deyər ki, andı sındırasan. İndi andı sındırsan, kəffarə də verəsən. Qalı bu mövridinə, təhillə ilə andı sındırmaq, həlal eləmək, əyman yəni soğucan. Allah icazə verir ki, siz andınızı sındırasınız, yəni təşviq edir ki, and içibsiz, onu sındırın. Niyə Allah bu cür muizəli, fərzəli, icazə verir? Bəlkə vəllahu məvlakum, sizin sərpərəstiniz Allahdır. İxtiyarınız Allah əlindədir. Ki Allah təfsir verədə və kim verəcək? Və huvəl əlimul həkim, o əlimdir, həkimdir, bilir ki, bəzi edə ki, andı sındırasan. Xoş, indi tozih verir. Və ez günlərin bir günü əsərrən nəbiyyü ilə bəzi əzvazıhi. Bəzi به معنی یکه دیگه به بعضی از همسرانش یه سری گفت. Günlərin bir gündə əsərlə penhanda ən-nəbi dedi ilə bəzi əzvacı hədisən bir dastan idi, bir tozih verdi, bir ittifaqdan xəbər verdi ki, bu ittifaq düşübdür. Bu ittifaqda mərbut xanımların birinə də bu xanımla danışır, bir dənə ayrı xanımın sirrinə razıla danışır. Deyirlər ki, istəsən ki, bir dənə xəbər tez pəxş ola, bir nəfərə deyir, ya bir dənə xanıma deyir. Dinə, sonra dinə ki, sən Allah, heç sizə demə. Qol versən, heç sizə deməyəsən, o sürətlə pəxş ola, məqsədən təkid eləyəsən. Nəhs-i bəlağədə də var. Deyir ki, vaxtı izə şaə min isneyn, vaxtı bu iki dodaqdan ya iki nəfərin arasında, sən və nəfərə doğumun arasında bir sirri şayə oldu, da o qutuldu, onu tutmaq olmaz. Da ona mı? Ta deməyib sən maliksən. Vaxtı da səndən qutuldu, da qutuldu. Ta deməyib sən ona maliksən, və desən o sənə malik olacaq.
İndi gündən bir gündə əsərlə nəbiyyə hadisən Peyğəmbər bir dastan sirri burdu ilə bəzi əzvacı həmsərlərinin birinə. Niyə o bəzi bir nəfər dedik? Be xatir bu cümlə. Fələmma nəbbəhə behi Nəbbət beni. bir səth getdim aşağıya. Fələmma nəbbət behi. Ama bir zamani oldu ki bu hanıma ki Peygamber sirri tapşırmıştı. Geldi he o sir, o razı nebbe haber verdi ailesine. O ailesi de Peygamber'in hanımısıdır. O harda da aşağıda gelecek. Peygamber demişti hanım hiç de deme, o da gitti dedi. Peygamber'de haber yoktu. Ve ezherehullahu aleyhi. Allah Peyğəmbərə güzarış verdi. Allahın xəbər güzarısı işlədi. Deyir, Rasulullah xəbərim var. Allah deməsi Peyğəmbər bilməyəcək. Xəbərim var. O xanıma ki sirri tapşırıbsan, o cib. O birisi xanım o sirri ifşa eləyir. Xob, indi Peyğəmbər gəldi ərrəfə. Bəzəhu gəldi, tozih verdi. O cəryanın ki Allah için ona tozih vermişti, Allah'ın tozihatının hamısını demedi. Allah mesela 10 xət ona tozih vermişti. 10 cümlə demişti. Şimdi Peyğəmbər o xanıma mesela bir miqdar dedi. Mesela Allah demişti ki bu xanım o xanıma filan sözü dedi ki o xanım getdi buna filan sözü, bu ona sözü. Mesela yarım saatlik, yarım günlük söhbət dedi. Vəli Peyğəmbər ki bunların hamısını bildi. Hamısını demədi. Peyğəmbərə baxın ki, necə bir şəxsiyyət sahibidir. Peyğəmbər bir miqdar deyir, elə bir ki, filan xanıma filan sözlə deyibsən, ha. Da 100 sözdən bir sözün dedi. Ərrəfə bəzəhu və ərəzə ən bəzin. Peyğəmbər eyraz elədi bir qismətin deməkdən. Deyərəm bu ağlar, xit olar, səhdələr, məsələn, şəxsiyyəti xord olar. Bir miqdar dedi. Ta o xanım ki, xəbərçinliyi eləyib, bir ədəbli eləyib də rüsva olmasın. Peyğəmbər kəramət xərcə verdi. Fələmma nəbbəhə behi. Vaxtı ki Peyğəmbər bu sözləri o xanımısına dedi ki, Allah sən gəlib o xanıma belə deyibsən. Qalət. O xanım dedi ki, mən ən bəlkə haza. Kim sənə deyibdir mən o xanıma buzu demişəm. Nəfərə sevvum yox idi ki, biz and içmişik ki, sizə deməyək. Hətmən məsələn o ifritə gəlib deyib də, məsələn, ağzını amadələr kəsin o gününü tutsun, bu olsun. Filan filan. Mən sən demişəm, sizə deməm. Peyğəmbər deyir ki, iş xərablaşır. İndi can götürəcək evdə. Xanımla bibin başın yolacaq. Allah neynəməyək? Bu Peyğəmbər burada ki, qalə Peyğəmbər burada ki, nəbbəni əl-əlimul xəbir. Xudaya ağah mənə deyib, heç dəst deməyib. Və sən bilmirsən mənə vəhy gələr, vəhy gəldi dedi, firiştə gəldi dedi. İndi bir o qutuldu. Sonra ayələr gəldi ki, o 2 dənə xanıma mərbutdur. İn tətubanə ey 9 xanım. این تتوبانه ها نونو düşübdür. ای 2 خانم شما اگر توبه کنید الی الله به طرف خداوند فقط سقط قلوبکما onda bu yaxşıdır sizə. Der vaqa onda sizin qəlbiniz ram olub, nərm olub. Yəni inşallah qəlbiniz nərm olar. Allah'tan qorxasınız, tövbə eləsiniz. Bir də bu qələtləri şey eləməsiniz. Bu cümlədən məlum olur ki, o 2 nəfər Peyğəmbərin xanımsıymış. Özü 2 nəfərmişlər, 3 nəfər dəymiş. İn tətuba ilallahə, əgər siz tövbə eləyəsiniz Allahın dərgahına, توی پرانده sizin nəfüzədir. Amma fəqət səqət qulubukuma siz iştibah elədiniz, sizin qəlbiniz münhərif oldu, gəldiniz
Peyğəmbərin dalısında səfə qoydun, o birisi xanımın dalısında da qeybət elədiniz, bu iştibahıdır. Amma indi təhdid edirik və in təzahərə əleyhi, əgər Peyğəmbərin əleyhinə müttəhid olasınız, təzahürlə müttəhid olmaq, puşt به پهم دادن. اگر بیبیزینه متحد olasınız علیه پیغمبر فإن الله هو مولاه. Allah peyğəmbərin dostudur, sahibidir ha. Necə indi bu xəbəri gəldi peyğəmbərə dedi, Allah peyğəmbərə dəstur verər, məsələn sizi boşar, ya sizi tənbih elər. Da feylən səsimizi çıxartmıyor, demiyor, be ehtiramı siz, be ehtiram peyğəmbər və müşkilatınız var. Elə bu da məsələni feysalə veriyor, amma məbada bu qələtdə tikörlüğü. Nə tənha Huvə Mevlahu, Allah Peyğəmbərin Mevlasıdır, dostudur və Cibril o Cəbrail də Peyğəmbərin dostudur, ondan himayət eləyəcək. Və salihul müminin, müminən salih də Peyğəmbərin dostudur. Peyğəmbərin nə qədər salih müminləri var idi. Və mələikət o ayrı firiştələrdə fəravan firiştələr var. Onlar da hamısı Peyğəmbərdən poşteybandılar. Bədə zalikə, yəni Cəbraildən, salih möminlərdən sonra firiştələr də zalikə zəhirun, Peyğəmbərə poşteybandılar. İndi təhdid edir Allah. Əsa mümkündür ki, Rəbbuhu, Peyğəmbərin Rəbbi dəstur verə, in təlləqəkunnə, ki sizə təlaq verə ha. Peyğəmbər, Allah dəstur verə bilər, Peyğəmbərə fərman verə bilər, sizi boşasın. Ən yubdiləhu, fikirləmin ha Peyğəmbər sizi təlaq versə, Peyğəmbər məsələn xanımsız qalacaq. Elə həmən Allah ki dəstur verə Peyğəmbər xanımdan boşasın, həmən Allah yubdiləhu əzvazən, sizin yerinizə, sizin bədəlinizi gətirər. Dəstur verə sizdən qəşəng xanımlar gəlsin. Qəşəng xanımlarla izdivac eləsin. Xeyrən minkunna, sizdən də behtər olsun. Nə qədər behtər olsun? Müslimatın, müsəlman olsunlar, müminatın, mümin olsunlar, qanitatın, ibadətçilər olsunlar, səyyibatın, taibatın, tövbə eləyənlər olsunlar, abidatın, ibadət eləyənlər olsunlar, saihatın, ruzedarlar olsunlar. Saihat neçə mənası var? Məşhur ruzedar olsunlar. Səyyibatın, ya mümkündür ki, be istilah bivə olalar və əbkara, mümkündür ki, duşizə olalar. Məhdudiyyət yoxdur ha. Allah Quranda deyir ki, biz eləyə bilirik. Sizin əvəzünüzə behtərin xanımları intiqab eləyək. Amma biz bu işi görməyik. Peyğəmbər də heç xanımın təlaq verməyib indi. Bu bir o təhdiddir ki, əgər çəpözü rast eləyəsiniz, minbət, bu qələtlərdən tikə eləsəz, Allah Peyğəmbərin canibini saxlayacaq. Xoş, burada bu qismət qutuldu. Mətalib mərbut be Peyğəmbər və surən rəşadı təhrim edir, buna xatir edir. Munta indi dəsturat-ı kulli, ya eyyuhəl-ləzinə amanu, ey möminlər, bu xanımlar da mömin idilər, kafir deyildilər ki. Ya eyyuhəl-ləzinə amanu, qu ənfusəkum, özünüzü saxlayın və əhlikum və xanavadəzi də, nə mənədən narən, otdan, Peyğəmbər əziyyət eləsəz, cəhənnəm otu sizin intizarınızdadır. O nəzi otdur, o bici otdur ki, vəqud o hənnasu, ki onun benzini, vəqud yəni benzin, bugünkü istilahda. Ateş yerə, o ki, əvvəl onu yandırırlar. İndi məsələn benzin yerinə, bu çölə gedənlərə jeli ateşdə deyirlər. Elə bu biz hamı görüb də, nəzi deyim, o rika ki bu tökürlər, o jelidir. Bunda kibrit fıcaq yanı. Məsələn o, sabiq, məsələn kağız, cəvən, bir şey ki əvvəl tez kibrit çəkə yana. Ona deyirlər vəqud, ta o birisilə də alışır ondan. O bici otdur, xətərnək otdur ha. Vəqudu hənnasu vəl-hicarətu. O qədər xətərnəkdir ki, onun benzini adamlardır. Yəni qələt adamlar qoyacaqlar, bir də hicarət, daşlar qoyacaqlar.
Əvvəl kibriti vuracaqlar, o qələt adamlar, o daşlar yana, sonra ola yanandan sonra əsl odunlar, ağaçlar yanacaq. Mənzur budur ki, yəni, o ot fövqəladə əzimdir. Özü də əleyha, o cəhənnəmin otuna, o öz başına ot deyər ki, yel gələ, tufan gələ, göydən yağış gələ, bir nəfər atəş nişan gələ, bu fısıldada onu xamışlayır. Orada atəş nişanı yoxdur ki, onu xamışlayır. Bəlkə əleyha mələikətun qilazun şedadun. O otun məsulları, əleyha yəni məsullar, mələklərdilər, qilaz cəmdir, müfrədi qəliz. Şedad cəmdir, müfrədi şədid. Yəni qəvi, nirumən firiştələr, məsul hifz o atəşdirlər. Özdə la yəsunəllahə, özdə nafərmanlıq eləməzlər. Gecələr yatarlar, məsələn, ot xamış olar, ya bir nəfər gələ o ya su səfə xamış olar. Əslən. Bu firiştələr la yəsunə, nafərmanlıq eləməzlər. Ma əmərəhum, dəsturat ki, Allah onlara verir. Və yəfəlunə ma yömərunə, hər nə ki dəstur verilib, ola itaat elərlər. Sizdə ta insanlara ta edər ki, Peyğəmbər deyə bu sirri heç sizə deməsən ki, xəbərsini eləyəsən, sirri verəsən. Onlar firiştədirlər. Firiştələr mutiye fərmandır. Usta, ben şimdi bu irtibatı üstteki ayelerden burada bu turu bir ayrı bir mesele mətrəh olur. Ya irtibatı var. İrtibatı bu cürdür ki, yəni tövsiyə o xanımlar təxti təsir həvai nəfsilər qərar tapdılar. Əgər tövbə eləməsi ilə cəhənnəmi yol idilər. Diyorlar, necə iştibah elədilər? Ey müminlər, sizlər də iştibah eləməyin də. İrtibatı o cürdür. Eşidə bəhsi var, firişti bərtərəs, Adəm bərtərəs, insan bərtərəs, bu söhbətlər. Quranda söhbətlər yoxdur, Quran heç müqayisə eləməyib. Amma Qurandan çıxan budur ki, firiştələr məsumdurlar. Vəli eləyə bilərlər ki, nafərmanlıq eləyərlər. Vəli eşidə yazıblar ki, firiştələr beyyətdəslər nafərmanlıq eləyiblər. Öyle Quranda yoxdur. Moğlana da, Məsnəvidə də mütəqiddir ki, firiştələrin Harut və Marut iştibah eləyiblər. Giriftar olurdular. Bu binabe bir sürü rivayətdə. Axir ayə bu səfər qutulu. Ya əyyuhəl-ləzinə kəfəru. Qiyamət günü hər kəs ki, bu cür giriftarı atəş olsa, der vaxt kafir olubdur. Vəli onun ki, adı mömin idi, müsəlmanıdır. Məsələn, Peyğəmbər xanımları. Əgər o təxəllüfdə qalaydılar, tövbə eləməsəydilər, olardılar kafir. Gidəcəkdilər cəhənnəmə. Və hər kəsə digəri, hər mümini digəri. Vaxtı ki, nafərmanlıq elədi, mesela xətti qırmızıdan geçdi, oldular kafir. Və bir də ayrı kafirlər var ki, əvvəldən inad eləyiblər, heç mömin olmayıblar. Xülasə, hər kimi ki, cəhənnəmə gedib kafirdir. Və onun ki, bir zaman mömin imiş, əvvəldən mömin demiş. İndi onlar ki, otda yanırlar. Onlara deyir ki, ya eyyuhəl-ləzinə kəfəru. Bir səs gələcək. İndi firiştə danışacaq, Allah danışacaq, bilmiyor. Ya onların haləti bu icab eləyir. Orada bu cəhənnəmdə yananlar Qurandan çıxan bu cür şey tövbə eləyəcəklər. Dedi, üzr istəyir. Bilməmişik, anlamamışıq. Tövbə, tövbə, tövbə. Üzr istəyir, üzr istəyir, üzr istəyir. Bir səs gələcək, firiştələr deyəcək, Allah deyəcək ki, olmaz. La təzərul yevmə. Siz bir gün üzr istəyənməzsiniz, üzr istəməyin. Dünyada üzr istəyəcəksiniz, dünyada tövbə edəcəksiniz. Tövbə yeri bu axirətdəyir. İnnəmə, büyünnəmə, tozzonə. Siz mücazat olursunuz. Ma, o otunan ki, kontum təməlunə, özünüz tövlid edibsiniz. Yəni, nəticə əmalınızdır. Həman nəməni əmal deyərik? Təzəssüm əmal. Əmalınızdır müzəssəm olur. Allah qəblən cəhənnəmdə ot yandırmayıb. Ot yandıra, məsələn, orada əlində vura buzu belinə, dolanar ki, bir mücrim axtarı sara ora. Əsla bu buzu deyil. Behişt buzurdur. Behişt qəblən abad olub.
Bir miqdarda mərdum abad eləyib. Bəli, cəhənnəmi mərdum abad eləyib. Cəhənnəmdə qəblən bir ot itəyi olar ki, bunu filan kəs, filan gələk gedəni salacaq, öyle bir şey yoxdur. O cəhənnəmin fəzası, mühiti amadədir. Fərd qələt işləri ilə orada cəhənnəmi tolid edir, ot tolid edir, gedib öz elə o məhsuluna yetişəcək. Xob, və islah, pənah gətirik Allaha, belənki bir otdan və Allahdan da xahiş edirik ki, bizə bu iradəni versin ki, hamımız ki, günahkarıq, qəbl əzin ki, ölək, tövbə eləyək, tövbəni ahirətə saxlamayaq. Çox sağ olasınız, təvəccüh elədiniz. Əssalamu aleykum və rəhmətullah və bərəkət. İnşallah təhiyyə eləyim, gətireyim çəş. Çox məmnun olsun. Alacaksınız. Hava bir çərəsə gəlmişdi. Bəli, hərdən bir vaxt tapanda Salam. Çox məmnun. Zahırım olsun. İstifadələr o qabaqçı düzbələrdən olsa mənə də verəsiniz. Məndə yox. Məndə yoxdur. Yox. Bəli, yoldaşları alıb ziraks eləyə bilərsiniz. Yoldaşlar, məndə yoxdur. Bəşləsin. Əslən, məsələn, bəzisini elə buzu vermişik, amma ona ziraks eləyəcək, heç yatıb vermir. Ciddi ha? Bəşləsin. Amma bəzi, məsələn, failin eləyə bilmir, verək ki, əgər istəsəz, filəş verir, bəzi failin, hə, bəli, bir neçəsin, bəli, ola bilər. O ola bilər. Çək, o təqdim edir. Allah, bəli.